Mən Tural Hüseynov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abakus Audit şirkətinin hüquq partnyoru. Bir sıra hallarda praktikada sahibkarların təsis əməliyyatlarla bağlı vergi orqanı tərəfindən məhdudiyyətlərlə üzləşdiyini görürük. Misal olaraq, A müəssisəsi B müəssisəsinə hər hansı bir malı satır və bir müddət sonra A müəssisəsi riskli vergi ödəyicisi hesab olunur. Bununla bağlı B müəssisəsinə vergi orqanı tərəfindən müvafiq məktublar göndərilir və bildirilir ki, həmin əməliyyatların rəsmiləşdiyi sənədlər əlavə dəyər vergisinə münasibətdə əvəzləşməyə əsas vermir. Eyni zamanda mənfəət vergisinə münasibətdə həmin sənədlər xərc sənədi hesab edilmir. Belə olan hallarda sahibkarlar hansı şəkildə hüquqlarını müdafiə etməlidirlər? İlk növbədə qeyd etməliyəm ki, sahibkarlar iki nüansa diqqət yetirməlidirlər. Birinci növbədə vergi orqanı hər bir halda həmin əməliyyatların təsis əməliyyat olmasını sübut etdirməlidir. İkinci növbədə deməli, A müəssisəsinin riskli vergi ödəyicisi hesab olunması ilə bağlı qərarın tarixi və əməliyyatların aparıldığı tarix üzləşdirilməlidir. Əgər siz də belə problemlər yaşayırsınızsa, bu problemlərlə üz-üzəsinizsə, hüquq müdafiənin təşkil olunması üçün bizə müraciət edə bilərsiniz.